kilo 600 qram əriyi təmiz yudum. Qaba 3 litr su, 1 xörək qaşığı soda əlavə edib qarışdırdım. Şiş çöpün köməkliyi ilə əriyin tumlarını çıxardım. Qabığını incə şəkildə bıçaqla soydum. Ərikləri soyduqca sodalı suya əlavə etdim. Tum və qabıqların çəkisini çıxdıqdan sonra 2 kiloqram ərik qaldı. Zəif ocağın üzərinə geniş ləyən yerləşdirdim. İçərisinə 400 ml soyuq su, 2 kiloqram şəkər tozu əlavə etdim. Ərikləri tək-tək ehtiyatla yudum. Yumuş olduğum ərikləri şərbətin içərisinə əlavə etdim. Mürəbbə qaynağa düşdükdən sonra 5 dəqiqə qaynadıb ocağı söndürdüm. 4 saat sonra ləyəni orta atəşdə yenidən ocağın üzərinə yerləşdirdim. Mürəbbə qaynağa düşdükdən sonra 10 dəqiqə qaynadıb ocağı söndürdüm. Mürəbbəni bu dəfə 10 saat gecədən sabaha saxladım. Səhər eyni qayda ilə orta atəşdə ləyəni ocağın üzərinə yerləşdirdim. Mürəbbə qaynağa düşdükdə 20 dəqiqə qaynadıb ocağı söndürdüm. Mətbəx salfeti ilə kəfini aldım. Möhtəşəm alındı.